Xabi Alonso Real Madrid'in ilk 11'liğinde bu futbolçulara yer verəcək. Qapıda Thibaut Courtois, müdafiənin sol cinahında transfer etməyə hazırlaşdığımız Alvaro Carreras, müdafiənin mərkəzində Rüdiger və Dean Huijsen və lazım gəlsə Rüdiger ya Huijseni Militao əvəzləyə bilər. Sağ cinahda Trent Alexander-Arnold, yarı müdafiə xəttində Aurelien Tchouameni, Valverde və Mastantuono, hücumda Bellingham, Mbappe, Vinicius. Bax belə Start 11'liyi İspanya jurnalistləri tərəfindən açıqlanıb. Onlar belə hesab edirlər ki, Real Madrid mövsümə məhz bu 11'li ilə başlayacaq. Siz necə hesab edirsiniz? Bu heyətlə nəticə əldə etmək olarmı? Təbii ki, kağız üzərində fantastik səslənir, fantastik görünür. Amma meydanda bu heyət uğur qazana bilərmi? Və əlbəttə Real Madridin digər oyuncuları var ki, onlar da Start 11'likdə yer almağa layiqdirlər. Məsələn, Rodrigo, çünki hələ ki klubdan getməyib və gedəcəyi sual altındadır. Sonra Arda Güler və çox istedadlı futbolçudur və deyirlər ki, Xabi Alonso ona güvənir və onu tədricən əsas heyətə cəlb etmək istəyir. Necə hesab edirsiniz bu sadaladığım 11'li ilə Real Madrid qarşıdakı mövsümdə uğur qazana bilərmi? Təbii ki, əgər bu Start 11'likdən istifadə etsə Xabi Alonso, məncə mövsümün gedişatında biz ilk 11'likdə müəyyən dəyişikliklər görəcəyik. Amma mövsümün startı üçün belə bir heyət sizcə necədir? Fikirlərinizi şərh bölməsində gözləyirəm. Videoya like qoyub paylaşmağı unutmayın.